Rusiyanın iyulun 2-nə keçən gecədən etibarən Kiyevə endirdiyi intensiv hava zərbələri nəticəsində Kiyevdə ciddi dağıntılar baş verib, ölən və yaralananların sayı artır. Bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib. Onun sözlərinə görə, şəhər üzrə ümumilikdə 28 məntəqəyə zərbələr endirilib. Zərər görən obyektlərin əksəriyyətini yaşayış binaları və mülki infrastruktur təşkil edir. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti isə hücumun nəticələrini əks etdirən görüntülər yayıb. Kadrlarda yanan yaşayış binaları, dağıntılar və külə dönmüş avtomobillər əks olunub. Ukraynanın baş naziri Yuliya Sviridenko X hesabındakı paylaşımında hücumda ölənlərin sayının 13 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, X-i azyaşlı olmaqla azı 86 nəfərsə xəsarət alıb. Paytaxtda 20 yaşayış məntəqəsi birbaşa hücuma məruz qalıb, 100-ə yaxın tikiliyə ziyan dəyib. Axtarış xilasetmə qrupları Kiyevin 15 bölgəsində fəaliyyət göstərir.